Salam traderlar. Şamlar nədir? Niyə hərəkət edir? Xüsusən də yeni başlayanları bu qorxuzur. Qrafiki açırsan, orada yaşıl və qırmızı hərəkət edən nəsə var. Niyə şam qalxır? Niyə enir? Bunun səbəbləri nədir? Bu videonu sona qədər izlə ki, qrafiki oxuya biləsən. Çünki burada hər şey sadə dildədir. Təsəvvür eləyin, iki ordu var. Qırmızılar və yaşıllar. Bu iki ordu arasında savaş gedir. Qrafik isə döyüş meydancasıdır. Qırmızılar satıcılar və yaxud ayılar. Yəni bunlar qiyməti aşağı salmaq istəyir. Yaşıllar isə alıcılar və yaxud öküzlər. Bunlar qiyməti yuxarı qaldırmaq istəyir və bu iki ordu arasında dayanmadan savaş gedir. Ayılarla öküzlər. Bunların savaşı nəticəsində qrafikdə zonalar yaranır. Məsəl üçün, resistance line, yəni müqavimət zonası, support line, yəni dəstək zonası. Bu necə baş verir? Bu iki ordu savaşır, qırmızılar məsələn bir savaşdan qalib çıxır və qiyməti aşağı salmağa bacarır. Yəni qırmızı şamlar aşağı doğru gedir. Qiymət düşür, qırmızı şam və bir müddət bir zonaya çatır və oranı yarıb keçə bilmir və o zonadan qalxır yuxarı. Və bu o deməkdir ki, həmin zonada alıcılar, yəni yaşıl şam və yaxud da öküzlər güclü müdafiə qurublar. O müdafiə zonasıdır. Yəni qırmızı şam oradan aşağı buraxmır. Şam gəlir ora və yaşıllar oradan vurub qaldırır yuxarı və o zona dəstək zonası adlandırılır. Və yaxud da məsəl üçün yaşıllar və ya öküzlər savaşdan qalib çıxır, qiymət qalxır, yaşıl şamlar ard-arda gedir, yuxarıda dirənir bir zonaya. Dəyir, o zonanı keçə bilmir, geri dönür. Yenidən qalxır, yenə dəyir, o zonanı keçə bilmir, geriyə dönür. Yəni o zonada qırmızıların müdafiəsi var, çox güclü müdafiəsi var. Orada müqavimət zonası yaradıblar. Qiyməti oradan yuxarı buraxmırlar və şam o zonadan aşağı düşür. Yəni savaş gedir, qırmızılar qalib gəlir, şam düşür aşağı, aşağıda isə onları yaşıllar, öküzlər gözləyir. Oradan müdafiə qurublar, qırmızı şamı oradan daha da aşağı buraxmır və qaldırır yuxarı. Şam məcbur olur vurub qalxır yuxarı. Yaşıllar şamı yuxarı qaldırırlar və o zona olur dəstək zonası. Və yaxud əksinə yaşıllar qalib gəlir, şam qalxır, yuxarıda bir zona var, o müqavimət zonasıdır. Bunu qırmızılar yaradıblar. Yəni şamı oradan daha da yuxarı buraxmırlar və qrafik bu şəkildə formalaşır. Dəstək zonası, müqavimət zonası və konsolidasiya. Bu növbəti savaşdır. Konsolidasiya ən ağır döyüşdür. Bu döyüşdə tərəf tutmağa çalışmayın. Siz ayaq altda qalacaqsınız. Bu döyüşü siz qıraqdan izləyirsiniz və güclünün yanında olacaqsınız. Bu necə baş verir? Şamlar yan-yana düzülür. Yəni konsolidasiya. Bu iki ordu vuruşur. Güclü hələ müəyyən olunmayıb. O yüzdən şamlar yan-yana düzülür. Qırmızılar və yaşıllar vuruşur və sonda hansısa ordu qalib gələcək. Sona qədər bu döyüş getmir. Yəni konsolidasiya zonası bir müddət olur. Hərəkət, konsolidasiya zonası, hərəkət. Hərəkət, konsolidasiya zonası, hərəkət. Siz əməliyyatı yalnız və yalnız konsolidasiya zonasından çıxarkən açırsınız. O burulğanda əməliyyat açmırsınız. Telegramda, kursda bu haqda yazmışam. Bu strategiya zonadan çıxış strategiyasıdır. Siz gördükdə hansısa ordu qalib gəlir, bunu hiss edirsiniz, görürsünüz. O ki, zonaya almışsınız bu konsolidasiya zonasını, yəni dörd bucaq şəklində almışsınız və şam, məsələn, qırmızı şam altdan o zonanı yarır və qayıdır və sən trader olaraq bazarı izləyirsən, bu döyüşü
izləyirsən və hiss edirsən ki, qırmızılar qalib gəlmək istəyir. Və qırmızı şam həmin zonadan yarıb keçən kimi, yəni aşağı enən kimi o istiqamətdə əməliyyat açırsan. Nədən? Çünki adətən bu döyüşlərdə, yəni konsolidasiya zonasında hansısa ordu qalib gələndə, yaşıl qırmızı fərqi yoxdur, zona yarılanda, yəni döyüş sona yaxınlaşanda, qalib müəyyən olunanda qiymət, yəni şam çox güclü sıçrayışla hərəkət edir. Yəni qırmızı şam qalib gəlirsə, o zona yarılırsa, qiymət sürətlə aşağı düşür. Və yaxud əksinə, yaşıl şam qalib gəlirsə, yuxarıdan o zona yarılırsa, qiymət sürətlə yuxarı qalxır və sən qoşulursan güclüyə, onunla birlikdə ya enirsən və qalxırsan. Bu da olur, güclünün yanında olmaq, o deməkdir ki, trend sənin ən yaxın dostundur. Trendə qarşı getmə, tapdalayacaqlar səni. Traderlar şamları oxumaq, hiss eləmək, bu döyüşü izləmək, sanki ağlında, beynində bu döyüşü təsəvvür etmək ki, aylarla öküzlər vuruşur, sən bunu izləyirsən, qıraqdan hiss edirsən, nə baş verir, sən onda qazanmağa başlayacaqsan. Qrafik və qrafiki oxumaq zaman tələb edir və təcrübə tələb edir. Zaman getdikcə sən şamları hiss edəcəksən. Görəcəksən ki, şam məsəl üçün qalxmaq istəyir. Görürsən ki, vibrasiya verir. Məsələn, furjun, biz ona deyirik, furjunlayır. Yəni vibrasiya verir. Hiss edirsən ki, bu dəqiqə sıçrayış olacaq. Şam sıxılır və birdən qalxır yuxarı güclü sürətdə, sərt şəkildə. Bu, məsəl üçün, yaşıl şama aiddir, eyni aiddir qırmızı şama, vibrasiya verir, sirkələnir və hiss edirsən ki, bu dəqiqə iniş olacaq. Yəni şamları hiss etmək vacibdir. Bu da zamanla gələcək. Qrafiki oxumaq ondan da vacibdir. Bu da zamanla gələcək. Qrafik döyüş meydançasıdır. Qırmızı və yaşıl şamlar iki ordudur. Bu iki ordu dayanmadan vuruşur və sən hər zaman güclünün yanında olmağa çalışmalısan. Güclüyə qarşı getmək olmaz. Yəni trendə qarşı getmək olmaz. Səni yeyəcəklər və səni məhv edəcəklər. O yüzdən konsolidasiya zonasında savaşa qatılmırsan və qıraqdan döyüşü izləyirsən, güclü hansı ordu çıxsa, o ordu tərəfindən də hərəkət edəcəksən və ona qoşulacaqsan. Bu da qrafikin oxunması, şamların oxunması və hiss olunması. Sona qədər izlədinsə təşəkkür. Ümid edirəm bu video sənin köməyin olar. Və qrafik nədir? Şamlar niyə hərəkət edir? Onun səbəbini bildin. Növbəti videolarda görüşənə qədər sağ olun.